Azov dənizində içərisində Azərbaycanlıların da olduğu gəminin pilotsuz uçuş aparatının hücumuna məruz qalması nəticəsində həlak olan gəmi kapitanı Rəcəb Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Mərhumla vida mərasimi Neftçala rayonunda keçirilib. Mərasimdə kapitanın ailə üzvləri, yaxınları, rayon rəsmiləri və ictimai nümayəndələr iştirak edərək onun xatirəsinə ehtiramla yad ediblər. Cavan uşaq kimi maraqlı oldu gedib orada işləməyə. Elə o 2008-dən təxminən Qaradəniz sularında, yəni adətən Türk şirkətlərində işləyib. Başı üstündə yatan anasının qəbridir. Yəni anasının müalicəsinə, nə bilim nəyə bu uşağın çox kömək olub. Hadisə də ki, ayın 5-də olub, 5 dəqiqə işləmiş olub, 1-ə 5 dəqiqə işləmiş olub, dron zərbəsi olub Azov dənizində. Belə, ümumi 5 udar olub, 4 ədəd gəminin idarə olunan hissəsinə vurulub, körpü hissəsinə, bir ədəd də ki, dümən dairəsinə olub, gəmini batırmaq üçün. Rəcəb Əhədovun nəşi bugün səhər saatlarında doğulduğu evə gətirilib. Daha sonra mərhumun cənazəsi Yenikənd qəbristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Neftçala şəhəri Səməd Vurğun küçəsi 54 ünvanında yaşayan 22 dekabr 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədov uzun illər gəmçilik sahəsində fəaliyyət göstərib və peşəkar kapitan kimi tanınıb. Məlumata görə onun çalışdığı Natra gəmisi Azov dənizində pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisədən sonra bir neçə gün ərzində kapitanın taleyi ilə bağlı rəsmi məlumat verilməyib. Daha sonra onun həlak olduğu dəqiqləşib. Ailəli olan Rəcəb Əhədovun faciəli şəkildə həyatını itirməsi yaxınları və onu tanıyanlar tərəfindən dərin kədər hissi ilə qarşılanıb. Hadisə ölkə ictimaiyyətində də böyük üzüntü yaradıb. Allah rəhmət eləsin. Səmil Quliyev, Yusif Əliyev bugün informasiya proqramı üçün.